Sabahınız xeyir. İşğaldan azad olunan ərazilərə böyük qayıdış davam edir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə, 112 nəfər yola salınıb. Onlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Həyəcan keçirdirik. Oradan gələndə peşmançılıqla indi həyəcanla gedirik. Bu günlərə şükür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq olsun. Prezidentimizə Allah uzun ömür versin. Orada gələndə 4 uşaqla gəldim, indi şükür 9 dənə nəvəmlə qayıdıram. Gözəl belə, gözəl sevinirik, könlümüz açıqdır. Öz vətənimizə, öz doğma torpağımıza gedirik. Allah hamımızı ömrün uzun eləsin, qazilərimizə can sağlığı. Şəhidlərimizin xudavəndalım həmişə deməli, dillərdə geçsin, belə dünyada yaşasınlar, o dünyada yaşasınlar. 50 yaşında çıxmışam, 82 yaşım var. Ağlaya-ağlaya gəldi, indi gülə-gülə qayıdırıq. Şükürlər olsun, pis yaxşı dolandıq. Qayıtmağımıza görə şəhidlərimizə borcluyuq, qazilərimizə borcluyuq. Dövlətimizə, dövlət prezidentimizə borcluyuq. Çox sağ olsun. Onun vəziyyətləri çox olub. Burada atamı, anamı itirdik. İndi o dağlara gedirik, o ananın qucağına gedirik. Çox gözəl his keçirdirik, sevinirik. Bizim ailədə həmişə həsrətində yaşamışıq Kəlbəcərin, gözəl Kəlbəcərin. İndi də gedirik, şükür Allaha. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin, prezidentimizə kömək olsun.